Milli Məclis 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında və Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında qanun layihələrini ikinci oxunuşda qəbul edib. Yeni Sabah reporta istinadla xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə vaxtı bildirildi ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3% çoxdur. Sənədə əsasən yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən olunur. Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib. Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsinin gəlirləri 8 milyard 323 milyon 100 min manat. Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 159 milyon 970 min 00 manat. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul olunub.